Tarixin ən qəddar təcrübəsi, yoxsa orta əsr əfsanəsi? Bir körpə dünyaya gəldiyi gündən etibarən heç kimin səsini eşitməsə, böyüyəndə hansı dildə danışar? 13-cü əsrdə müqəddəs Roma imperatoru 2-ci Friedrixin məhz bu suala cavab tapmaq istədiyi deyilir. Rahib və salnaməçi Salim Beynenin yazdığına görə, imperator bir qrup körpəni dayələrin himayəsinə verib. Dayələrə uşaqları yedirmək, çimizdirmək və təmiz saxlamaq tapşırılıb. Lakin onlarla danışmaq, onları əzizləmək, gülümsəmək və müxtəlif sevgi jestləri göstərmək qadağan edilib. İmperator bilmək istəyirmiş, uşaqlar heç bir dil eşitmədən böyüsələr, öz-özünə hansı dildə danışacaqlar? İvrit, Yunan, Latın, Ərəb dili, yoxsa valideynlərinin dili? Salim Beyne yazır ki, imperator cavabı öyrənə bilməyib. Çünki uşaqlar danışacaq, yaşa çatmadan həyatlarını itiriblər. Salnaməçi bunu körpələrin jestlər, xoş üzü ifadələri və nəvaziş olmadan yaşaya bilməməsi ilə izah edir. Sözü gedən məsələ ətrafında bu gün də tədqiqatçılar arasında müxtəlif yanaşmalar mövcuddur. Bəziləri belə bir təcrübənin baş vermiş ola biləcəyini qəbul etsə də, mövcud məlumatlardan hər hansı elmi nəticə çıxarmağın mümkün olmadığını bildirirlər. Bəzi yanaşmalarda isə belə izah edilir ki, körpələrin beynindəki hipokampus bölgəsi sevgi və emosional təmasın olmamasını sevilməmək siqnalı kimi qəbul edir və bunun nəticəsində həyati əhəmiyyət daşıyan bəzi hormonal və bioloji proseslərin zəiflədiyi iddia olunur. Müasir araşdırmalar da göstərir ki, körpənin sağlam inkişafı üçün yalnız qida, gigiyena və təbii qulluq kifayət etmir. Körpə dünyaya yalnız yaşamaq üçün gəlmir. O həm də bir səsdə güvən, bir toxunuşda mərhəmət, bir baxışda isə sevildiyini hiss etmək istəyir. Bəzən bir insanın həyata bağlanması üçün ən vacib olan şey yemək deyil, onu sevgi ilə qucaqlayan iki qoldur.